Birinci Qarabağ müharibəsində itkin düşən hərbiçi Nofəl Cahangiroğlu Əsgərovun qalıqları Gəncədə dəfn edilib. Şəhid Nofəl Əsgərovun nəşinin qalıqları dəfindən əvvəl Gəncə şəhərində ailəsinə təhvil verilib. Şəhərin Mahrasa bağı adlanan yaşayış massivində şəhidin ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Şəhidlər Xiyabanına gətirilib. Mərasimdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak edib. Cənazə namazı qılındıqdan sonra şəhid tankçının qalıqları Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Hərbi orkestr dövlət himnini ifa edib. Yaylım atəş açılıb. Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun qızına təhvil verilib. Başda prezidentimizə öz təşəkkürümü bildirirəm. Torpaqlarımızı aldı ki, atamı da tapıldım. Çox sağ olun, var olun. O sizin gözümüz oradaydı, əlbəttə. Yine gözümüz orada. Ona görə də mən bunu bizə təşkil edikləri üçün möhtərəm Ali Başkomandan İlham Əliyeva, Mehriban xanıma, əsir və itkin düşmüş Dövlət Komissiyasının üzvlərinə öz təşəkkürümü bildirirəm. Bir də Gəncə şəhər icra hakimiyyətinə öz təşəkkürümü bildirirəm ki, bu dəfn mərasimini belə təşkil etdikləri üçün. Müharibə başladı. Müharibə başladı. Bir gün gəldi ki, ay xala mən gedirəm. Ay bala hara getsən? Mən gedirəm vətəni qorumağa. Dedim ay bala qadın alın. Uşaqların körpədir. Biri 8 aylıq idi, biri də 3 yaşında qızlar. Dedim getmə gələn. Qal. Yox xala. Mən qala bilmərəm. Mən getməyim, o getməsin, bu getməsin, bə kim getsin? Elə qaldım, belə baxa-baxa. Dedim də heç olmasa çağırırlar, onda gedərsən də bala. Könüllü getdi. 34 ildir biz gözləyirdik. 33 ildir, 34 ildir gözləyirdik. Axır ki tapıldı. Bizim tankçıların 5 itkin tankçılar var idi. İndi Allah üzümüzə baxdı, 4 oldu. Oyun olsun ki, obuzlar da tapılsın bizim tankçıların nəşi. Qeyd edək ki, Nofəl Cahangiroğlu Əsgərov 1966-cı ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Ailəsi sonradan Gəncə şəhərinə köçüb. Nofəl Cahangiroğlu Əsgərov 1-ci Qarabağ müharibəsindən əvvəl Əfqanistanda ağır döyüşlərdə iştirak edib. Bundan sonra 1-ci Qarabağ müharibəsinə qatılıb. Nofəl Əsgərov bir neçə əməliyyatlarda xüsusi fəallığı ilə seçilib. Nofəl Əsgərov 1992-ci ilin iyunun 16-sında Qarabağ müharibəsində Ağdərə rayonu Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşüb. O döyüşlərdə tankçı kimi şücaət göstərib. Məlumata görə Nofəl Əsgərov Sırxavənd döyüşlərində 200 nəfərə yaxın əskəri mühasirədən azad etdikdən sonra düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. O 1-ci Qarabağ döyüşlərinə könüllü qatılıb. Xatırladaq ki, tankçı şəhid Nofəl Əsgərov ailəli olub. Onun 2 qızı var. Şəhid Nofəl Əsgərov 1-ci Qarabağ müharibəsinə qatıldıqdan sonra bir qız övladı dünyaya gəlib. Digər qızının 2 yaşı olub. Fuad Nazimoğlu, Elşad Cəfər, Fərid Yusifov, APA TV, Gəncə.